Salam, hər vaxtınız xeyir olsun. 9-cu sinif buraxılış imtahanına düşən bir sualın izahına baxırıq. Bizə deyirlər, qarşılıqlı sahədə olan A plus 5 və B ədədlərinin əköbü 420-dir. A vur B plus 7B bərabərdir 450 olarsa B-ni tapın. Biz bilirdik ki, qarşılıqlı sadə ədədlərin əköbü onların hasilinə bərabər olurdu. Deməli, burada hasili 420-yə bərabərləşdirərik. Yəni ki, A plus 5 vur B bərabərdir 420. Mötərizəni açsaq olur burada AB plus 5B bərabərdir 420. Və burada 7B-ni parçalayarıq. Necə eləyərik? AB plus 5B plus 2B yazarıq. 7B-ni bu formada yazdıq. Bərabərdir 450. Sən bilirsən ki, AB plus 5B 420-dir. Bunun yerinə 420-ni yazırsan. Plus 2B bərabərdir 450. Buradan 2B bərabər də olur. 450-dən 420-ni çıxırsan 30 eləmiş oldu. B də bərabərdir. 30-u 2-yə bölürsən 15 eləmiş olur. Yəni D bəndi.